20-ci fəsil. Yağış sənin xeyrinə olanda Indianapolis Colts futbol komandasının keçmiş məşqçisi Tony Dan gələcək qələbələri ağlında vizuallaşdırmaq və öz gördüklərini ətrafdakılara aşılamaq sahəsində tayı bərabəri olmayan adam idi. Bu qabiliyyət ona məktəbdə oxuduğu və futbol komandasında oynadığı vaxtda yaranmışdı. Məhz buna görə də mən çalışırdım ki, bu əsl ulduzu Minnesota Gophers tələbə komandasına qəbul etsinlər. Bir ildən sonra Tony'nin Sakit Qüvvə adlı əsl bestsellerine çevrilmiş kitabında Harvey, əgər sən olmasaydın, mən heç nəyə nail olmazdım sözlərini oxuyarkən çox xoşbəxt olmuşdum. Təəccüblü deyil ki, hücumçu Peyton Manning hazırlıq və məşqlərin gücünə çox inanırdı. Ola bilsin ki, siz 2007-ci ildə Indianapolis Colts və Chicago Bears arasındakı Super Kubok oyunu zamanı güclü yağışı və yandan əsən soyuq küləyi xatırlayırsınız. Pis hava Bill Carson xeyrinə idi, amma bunu o biri komanda haqqında demək olmazdı, çünki o daim örtülü stadionda komfort şəraitdə oynamaq öyrəşmişdi. Lakin reallıq bütün ehtimalları rədd etdi. Bills'in oyunçuları Rex Grossman'a 5 gözəl ötürmə etdilər. Lakin hər dəfə top onun əllərindən sürüşürdü. Indianapolis bundan tam mənada istifadə edirdi. İş burasında idi ki, Manning üçün belə hava şəraiti heç də gözlənilməz deyildi. Niyə? Çünki o hər il öz mərkəz müdafiəçisi Jeff Saturday ilə yaş top ötürmələrini məşq etmişdi. Manning vedrəni su ilə doldurur, topu qoltuğuna vurub meydana çıxırdı. Sonra da topu vedrəyə salıb isladır. Bu onu həmkarının ötürməsi zamanı necə tutmağı məşq edirdi. Manning danışırdı ki, Saturday bu tapşırığa nifrət edirdi. Bu onu qucaqlandırsa da hər il belə məşqlər təkrar olunurdu. Oyundan sonra Saturday soyunub geyinmə otağında maçın gedişini xatırlayaraq gülə-gülə dedi. Belə məşqlər mənim ürəyimcə deyildi, amma bu dəfə o özünü tamamilə doğrultdu. Əgər sizi gözləyən çətinlikləri əvvəlcədən görüb, əyani sürətdə təsəvvür etsəniz, onları dəf etmək olar. Bu halda siz əvvəlcədən qazandığınız təcrübələrlə öz reaksiyanızı avtomatlaşdırana qədər təkrar edirsiniz. Mən hər dəfə öz menecerlərimlə görüşdən sonra eyni bir tapşırığı icra edirəm. Biz otaqda dairə boyunca gəzişərək müəyyən bir işin axsaya biləcəyini deyirik. Dərhal da həmin problemin həll yolunu göstəririk. Sizin müştəri birdən hansısa bir etiraz yaxud irad bildirərsə, burada dəhşətli heç bir şey yoxdur. Əsas odur ki, sizin elə bir inandırıcı cavabınız olsun ki, bütün şübhələri dağıtsın. Makkeyin nəsihəti, qəzanı əvvəlcədən duymaq bacarığı, ondan qaçmağın ən yaxşı üsuludur. 21-ci fəsil. Sizdə istək olmalıdır. Martin Luther King'in arzusu vardır. Robert Fulton və Henry Ford da belə idilər. Amerikanı xəyalpərvərlər qurdular. Kinofilmlərdə polislər adətən arzu edirdilər ki, nə vaxt təqaüdə çıxıb göl qırağında balıq tutaraq ləzzət alacaqlar. İri qəzetlərin reportyorları arzu edirdilər ki, hər şeyi atıb sakit bir şəhərcikdə kiçik qəzet buraxmağa başlasınlar. Belə arzular artıq Amerika folklorunun bir hissəsinə çevrilmişdir. Əvvəllər orduda hamı düşünürdü ki, 18 yaşında xidmətə daxil olaraq dünyanı görmək, 38 yaşında isə təqaüdə çıxaraq istirahətdən zövq almaq olar. Bizim aramızda da elələri var ki, nə haqdasa arzulayır, amma divandan qalxıb hansısa bir addım ataraq bu arzunu reallaşdırmaq istəmir. Daşlardan heyvan fiqurcuqları düzəltməyi öyrənmək istəyən nə qədər adam var. Lakin bunun üçün heç nə etmirlər. Arzular əla stimuldur. Məsələn, sizdə 1-2 dollara lotereya bileti almaq haqqındakı arzu nə qədər sakit görünsə də, onun udacağı bir o qədər qeyri-müəyyən görünür. Bütün ömrü boyu 1 milyonluq müqavilə bağlamaq istəyən müştəri tapacağına və buna görə də böyük bir mükafat almasına ümid bağlayan satış nümayəndələrini hamımız tanıyırıq. Amma belə arzular adətən Çin olmur. Leo da belə satış nümayəndəsi idi. Bir neçə ay ərzində o ağla gəlməz dərəcədə sərfəli müqavilə üzərində işləyirdi və onu bitirməsinə o qədər yaxın idi ki, özü üçün təzə
Lexus LS sifariş etdi və böyük məbləğdə xeyriyyə ianəsi verdi. Lakin bütün satış nümayəndələrinə məlum idi ki, müqavilə nə qədər böyük məbləğdədirsə, onun reallaşacaq ehtimalı da bir o qədər azdır. Elə belə də oldu. Müqavilə alınmadı. Təsəvvür edin ki, avtomobil sifarişini ləğv edərək və verdiyi ianə xeyriyyə fondundan geri qurtaranadək Leo hansısa hisslər keçirirdi. Heç vaxt heç bir şəraitdə mükafat cibinizə girməyincə onu xərcləməyin. Nə haqqında arzu edirsinizsə edin. İstər vaxtından əvvəl təqaüdə çıxmaq olsun, istər xüsusi biznesinizi açmaq, yaxud ikinci ev almaq olsun. Əgər onlar uzun müddətli məqsədlər kimi təsəvvür edilərsə, onda arzulara çatmaq asan olacaq. Əgər sizin hərəkət planınız yoxdursa, arzunuz elə arzu olaraq qalacaq. Çünki çoxlu ideyaların reallaşması üçün az pul lazım olmur. Sizə karyera planından əvvəl həm də maliyyə planı gərəkdir. Riskdən qorxmayın, amma ona çox diqqətli yanaşın. Pul yığa bilmək üçün onu öz xeyrinə sərf etməkdən heç də az ağıl və səy göstərməməlisən. Biz bəzən ağla gəlməz əngəlləri aradan qaldırmaq üçün həddən artıq səy göstəririk. Sonra isə axmaqlıqdan qazandığımız pulları itiririk. İnsanlar öz karyerasını diqqətlə planlaşdıra və bu zaman pulları ağılsızcasına xərcləyə bilərlər. Bəzən isə insan özünə karyera qurduqdan sonra belə nəticəyə gəlir ki, çoxdan can atdığı bu vəzifə elə də sərfəli iş deyilmiş. Makkeyin nəsihəti: arzu elə arzudur, konkret məqsədi olan arzu isə baş plandır. 22-ci fəsil. Miss Amerikanı necə seçirlər? 2001-ci ildə mən Miss Amerika müsabiqəsində jüri üzvlərinin tərkibində idim. Onda Oregon ştatından olan Katie Harmon qalib oldu. Müsabiqənin gedişində namizədlərin seçimi üçün iki çox qiymətli dərsi mənimsədim. Yəqin hamıya məlumdur ki, jüri üzvlərinin vəzifəsi təkcə özlərinə yox, bütün Amerikaya bəyənəcəyi gözəli seçməkdir. Hər bir namizəd 5 meyar üzrə qiymətləndirilirdi. Beləliklə iştirakçının tam keyfiyyətlər kompleksi nəzərə alınır, hər bir xüsusiyyət təsir göstərir. Yeri gəlmişkən, finalda namizədlərin istedad və qabiliyyətləri bütün mümkün balların 30%, bədən quruluşu parametrləri isə çimərlik paltarı geyindikləri vəziyyətdə yalnız 20% miqdarında qiymətləndirilir. Bugünkü biznes dünyasında qərarın əhəmiyyəti nə qədər yüksəkdirsə, onun kollegial şəkildə qəbul ediləcəyinin ehtimalı o qədər artıqdır. Biznes sferasında da bütün böyük qərarlarda ən müxtəlif aspektlərdə nəzərə alınmalıdır. Və əgər siz öz ideyanızı kollektiv müzakirəyə təqdim edirsinizsə, dəqiq bilməlisiniz ki, müzakirə meyarları hansılardır və onlardan hansı prioritetə malikdir. Əgər siz cəmi bir neçə ən parlaq keyfiyyətlərə üstünlük verirsinizsə, onda mübarizədən tez uzaqlaşacaqsınız. Atlantic City'də çoxlu istedadlı və cəlb edici qızları görəndə mən başa düşdüm ki, qarşımda necə çətin bir məsələ durur. Müsabiqədə 51 namizəd iştirak edirdi. Onlar gözəllik prinsiplərinə əsasən düzəldilmiş robotlar yox, hər birisi müəyyən fərqliliyə malik insanlar idilər. Satış sferasında isə biz tez-tez səthi stereotipləri nəzərə alaraq səhv edirik. Məsələn, biz adət etmişik ki, aşağıdakılar kimi hesab edək. Ən gəlirli müqaviləni ən yaxşı satış nümayəndəsinə həvalə etmək lazımdır. Ən çətin müştəriyə ən ünsiyyətcil və xoşagələn satış nümayəndəsi xidmət göstərməlidir. Samballı bir şirkət görüşə çağırılarkən 1000 il parçadan tikilmiş ciddi kostyum geyinmək lazımdır. Amma bəzən reallıqda hər şey başqa cür alınır. Hərdən ən sərfəli müqavilə elə rahat alınır ki, onu az səriştəli və diqqətli işçi də bacarır. Bəzən böyük bir qazancı rədd etmək üçün firmanın bazarına cırıq cins və marka geymiş yaxşı satış nümayəndəsi göndərmək lazım gəlir. Bəzi hallarda müştərinin yanında avtomobildə yox, yaxşı motosikletdə gedən nümayəndə onunla etibarlı və isti münasibət qura bilir. Makkeyin nəsihəti: Mr. və Mrs. Amerikanın rastlaşması tamamilə mümkündür. Lakin bu hələ o demək deyil ki, onlardan yaxşı cütlük alınacaq. İş arası qeyd nömrə 7.
Kabineti tərk edin və virtual fəzaya çıxın. Promo jurnalı evdar qadınların internetdə necə istifadə etdikləri barədə son illərdə apardığı tədqiqatların nəticələrini dərc etmişdir. Aşağıdakı nəticə əldə edilmişdir. Evdar qadınların 89% gündə ən az 2 dəfə internetə daxil olur. 86% isə göstərir ki, lazım olan məlumatı tapmaq üçün axtarış sistemindən istifadə edir. Onlar hər gün nəyi axtarırlar? Qiymətlər, məhsullar, mağazalar və onlara gedən marşrut haqqında məlumatları. Bütün bunlar nəyi bildirir? Əgər siz satışla məşğul olursunuzsa, əmin ola bilərsiniz ki, bəzi müştərilər internetdə sizin məhsulları əvvəlcədən görməsə, onları almazlar. Tamamilə mümkündür ki, onlar alış-veriş öncəsi şəbəkədə müxtəlif səviyyələrdə dərin araşdırmalar aparırlar. İnterneti əlavə reklam vasitəsi hesab etmək lazımdır. Əgər sizin məhsulu internetdə pis nümayiş olunmuşdursa, vəziyyətiniz o qədər də qənaətbəxş deyil. Roma Koliseyindən sonra internet ən qanlı rəqabət yeridir. Şəbəkədə rəqiblərinizin hərəkətlərini müntəzəm izləmək, səhər idmanı kimi sizin gündəlik vərdişiniz olmalıdır. Əgər əvvəllər çoxları alıcıların kifayət qədər kompüter savadına malik olmasına şübhə edirdilərsə, indi zaman dəyişmişdir. Bugünkü alıcılar çətinlik çəkmədən internetin yolunu axtarıb tapırlar. Əgər siz öz reklamınızı şəbəkədə yerləşdirmək istəyirsinizsə, onda aşağıdakılar haqqında düşünün. O, nə qədər məlumat verici və cəlb edicidir. Onu tapmaq asandır. Sizin məhsul və xidmətinizin üstünlüyü alıcını inandırmağa qadirdirmi? Siz bunu istəsəniz də, istəməsəniz də, internetdə olmağınız uğurlu satış üçün zəruri amillərdən biridir. 23-cü fəsil. Addım-addım məqsədə doğru gedin. Hamımız bilirik ki, məqsədə doğru gedən yoldan azıb çıxmaq necə asandır. 2007-ci ildə dərc olunmuş tədqiqatlar nəticəsində göstərilir ki, Amerikadakı kişilərin 19%, qadınların isə 29% diyetə oturmuşlar. Ümumiyyətlə bu elə də pis deyil, çünki daha əvvəlki tədqiqat nəticələrinə əsasən ABŞ əhalisinin 60%-dən çoxu artıq çəkiyə malikdir. Fikir vermisinizmi ki, diyeti gözləmək niyyətiniz çox tez-tez uğursuzluğa, yaxud da belə demək mümkünsə, heç bir şeylə nəticələnir. Mən sizə çox kök bir insan haqqında danışmaq istəyirəm. Ola bilsin ki, onu Fruit of the Loom firmasının alt paltarı reklamında görmüsünüz. Gözəl bir gündə o, artıq çəkidən qurtulmaq fikrinə düşdü və diyetə başladı. 3 aya 45 kilo arıqlamağa müvəffəq oldu. Amma bu cür kəskin arıqlama onu xəstəxanaya saldı. Xəstəxanadan çıxdıqdan sonra o qərarı aldı ki, düzgün qidalama və fiziki hərəkət hesabına çəkinin azaldılması haqqında daha çox şey öyrənsin. Aldığı məlumatlar ona elə təsir etdi ki, özü kimi problem yaşayan yoldaşlarına da arıqlamaq prosesinin əyləncəli bir iş olduğunu göstərdi. Richard Simmons bugün Amerikada artıq çəki ilə yorulmadan mübarizə aparan biri kimi məşhurdur. O bu adı yalnız ona görə layiq görülmüşdür ki, öz qarşısına məqsəd qoymuş və yorulmadan ona doğru irəliləmişdir. Düzgün qoyulmuş məqsəd səyləri artırmağa məcbur edir. Əllərini yanına salmağa yox. Müəyyənləşdirilmiş məqsədin reallaşdırılması sizin əsas prioritetiniz olmalıdır. Öz arzularına sadiq olan insanlar onları yayındırmağa imkan vermir. Amma bu elə də asan deyil. Məhz buna görə çox nadir insanlar çempion olurlar. Boston Celtics komandasının mərhum ustadı Red Auerbach basketbol tarixində ən məşhur məşqçilərdən biri idi. O qəti əmin idi ki, idman və biznesdə uğur əldə etmək üçün tamamilə eyni prinsiplər mövcuddur. Bunlardan birincisi məqsədin qoyulmasıdır. Yaxşı komandanın həmişə ümumi məqsədi olur. Əgər ayrı-ayrı oyuncuların məqsədi komandanın məqsədindən fərqlidirsə, bir qayda olaraq uğuru gözləməyə dəyməz. Məhz buna görə də ulduzlardan təşkil olmuş komanda da bəzən vahid özək ətrafında sıx birləşmə məsələsi alınmır. Mən bunun şəxsən şahidiyəm. 2000-ci ildə Sidney Olimpiyadasında açıq-aydın outsider olan Litva basketbolçuları sonda uduzsalar da ABŞ-ın ulduz komandasını axıra kimi gərginlikdə saxladılar.
Həyati məqsəd təkcə sizə tezdən durmağa yox, həm də bütöv günə bəs edəcək enerji verməlidir. O, daxili ehtiyatları axtarmaq və özünün güclü tərəflərini açmaqda sizə kömək etməlidir. Məqsədə çatmaq başlıca həyati stimul olmalıdır. Əsas odur ki, məqsəd real olsun. Onlar həddən artıq asan əldə edilən olmamalıdır. Amma hər halda sizin nəzərdə tutduğunuz gələcəkdə reallaşmaq imkanında olmalıdır. Mənim yadıma Charlie Brown'un bir əhvalatı düşür. Bir gün o, beyzbol topu ilə məşq edirdi. İstədiyi nəticəni ala bilmədikdə isə lənət şeytana deyərək qışqırırdı. O əlləri ilə başını tutaraq dostu Lucy'yə şikayətlənirdi. Mən heç vaxt Yuxun Liqada oynaya bilməyəcəyəm. Bütün ömrüm boyu bunu arzulasam da, başa düşdüm ki, bu mənə qismət olmayacaq. Sən çox uzaq gələcəkdən danışırsan, Charlie Brown. Lucy cavab verdi. Biraz yaxın məqsəd müəyyən etməlisən. Yaxın məqsəd? Charlie tələsik soruşdu. Bəli, heç olmazsa ondan başla ki, növbəti dəfə meydana çıxanda büdrəyib yıxılmayasan. Beyzbol incə və ağıl tələb edən oyundur. Orada oyuncuların rolları dəqiq bölüşdürülməlidir. Zərbə vuranlar, pitcherlər, ketçirlər və s. Burada nəticə aşkardır. Həyatda uğur qazanmaq istəyirsiniz, məşğul olduğunuz işi təkmilləşdirməyə çalışın. Lakin tət olunmaz zirvələri fəth etməyə cəhd etməyin. Makkeyin nəsihəti: beyzbol oynamazdan əvvəl heç olmasa ağacını götürün. 24-cü fəsil müddəaları müəyyənləşdirək. 2007-ci ildə Rob Reiner'ın Hələ ölməmişəm filmi prokata buraxıldı. Orada Morgan Freeman mexanik işləməyə məcbur olunmuş istedadlı tarixçi, Jack Nicholson isə öz pul kisəsinin boşalmasına dözə bilməyən milyarder rolunu oynayırdılar. Hər iki qəhrəmanın ciyərlərində xərçək aşkar olunur və onlar qərara gəlirlər ki, biraz qəribə, biraz da daha ciddi olan siyahı həyatlarının qalan hissəsində reallaşdırmaq istədikləri arzularının siyahısını tutsunlar. Bu konsepsiya ilə məni çox illər bundan əvvəl məşqçi Lou Holtz tanış etdi. O, 107 bənddən ibarət olan bir siyahı tutdu və onların həyata keçirilməsi metoduna görə bənd-bənd müəyyənləşdirdi. Məsələn, oraya Ağ Evdə şam yemək, Johnny Carson'ın televiziya şousunda iştirak etmək daxil idi. 1998-ci ildə Louis həyat yoldaşı Betlə birgə artıq əvvəlki bəndlərdən 99-unu silmişdi. Amma bir neçə yenisini də əlavə etmişdi. 2001-ci ildə bu siyahıya nəzər salanda gördü ki, 3 yeni məqsəd meydana gəlmişdir. Tələbə futbol liqasının şöhrət zalına daxil olmaq, şəxsi təyyarə almaq, qızıl toyları qeyd etmək. Hələ ölməmişəm filminə baxanda mən başa düşdüm ki, hər bir satış nümayəndəsi özü üçün məqsədlər siyahısı tərtib etməlidir. Bunlar onun öz peşəsinə nail olmağa cəhd etdiyi məqsədlərdir. Əgər siz nədən başlayacağınızı çətinliklə təsəvvür edirsinizsə, onda düşünmək üçün bir neçə ideya təklif edə bilərəm. 1. Təsəvvür edin ki, siz dünyada qətiyyən güzəştə getməyən və hər şeyi irad tutan bir adama, məsələn Bill Gatesə yaxud Warren Buffett'a nəsə satmaq istəyirsiniz. Siz buna necə nail olacağınızı təsəvvür edirsiniz. 2. Satışla bağlı vərdiş və bilgilərinizdən istifadə edərək şəhər hakimiyyətinin müəyyən layihənin reallaşdırılması üçün inandırın. Bu ola bilsin ki, hər hansı spesifik xəstəliyin müalicəsi üçün klinika, yaxud beyzbol meydançası tikintisi olsun. Şəxsən mən bununla bir vaxtlar məşğul olmuşam və bu cür fəaliyyət Harvarddakı təhsildən daha çox bilik qazandırmışdır. 3. Təsəvvür edin ki, siz satışdan xeyli pul qazanmışsınız və hansısa xeyriyyə fondu üçün böyük məbləğdə iyanə vermək istəyirsiniz. Bu fondun məqsədi nədir? Sizin verdiyiniz pulu o necə xərcləyəcək? Kimin fəaliyyətini öz pulunuzla dəstəkləmək istəyirsiniz? Təsəvvür edin ki, iri bir şirkətin satış üzrə rəhbərlərindən biri kimi sizi televizorda çıxış etmək üçün dəvət edirlər. Sürücü sizi avtomobillə studiyaya aparır. Bu çıxışınızda öz şirkətinizin məhsullarını Lee Yoyoki, Orville Redenbacher, Wanda Deva Thomas yaxud Friend Preview kimi reklam etmək niyyətindəsiniz. Siz televiziya tamaşaçılarına nə təklif edə bilərsiniz və bunu necə edərsiniz? 4.
Siz satış sferasında elə bir zirvəyə çatmısınız ki, sizin haqqınızda INC və Fortuna jurnallarında məqalə yazırlar. Sizin hansı peşə keyfiyyətlərinin jurnalistləri daha çox cəlb edir? Siz milyonlarla satış menecerinin əməyini daha sadə və effektiv etmək məqsədi ilə iPhone və BlackBerry üçün hansı fövqəladə dərəcədə vacib tətbiq proqramı tapmısınız? Əvvəllər heç kəsin xəyalına belə gəlməyən hansı yenilik əldə etmisiniz? 5. Ağ Evdən zəng edərək sizdən xahiş edirlər ki, danışıq aparmaq sayəsində peşəkar keyfiyyətlərinizlə qlobal münaqişənin həll olunmasına kömək edəsiniz. Bu münaqişə harada baş vermişdir və siz onu necə yola qoymağa planlaşdırırsınız? Bu missiyanı həyata keçirərkən hansı şagird və köməkçilərinizi cəlb edərdiniz və onları hansı qabiliyyətlərinə görə seçərdiniz? 6. Siz qəti şəkildə biznes atıb siyasət karyerasına başlamağa qərar vermişsiniz. Harry Truman Kansasda qalantriya biznesi ilə məşğul olarkən diplomatiya sahəsində ilk addımlarını atmışdır. Ronald Reagan 60-cı illərdə 20 multim boruq yuyucu vasitəsinin televiziya reklamında çəkilmişdir. Mənim dostum John Brown fast food yeməkləri təklif edən KFC-nin tam şəbəkəsinin əsasını qoyduqdan sonra Kentucky ştatının qubernatoru olmuşdur. Bəs siz hansı vəzifəyə özünüzü namizəd hesab edirsiniz və hansı siyasi platformanız var? 7. Həyatda tanış olmaq istədiyiniz 10 nəfərin adını yazın. Paylaşmanın alt dərəcəsinin nəzəriyyəsindən istifadə edərək LinkedIn və Facebook vasitəsilə bu insanlarla əlaqə qurmağa çalışın. Onlara sədaqətli pərəstişkarların adından yazın və görüşməyi xahiş edin. Düşünməyin ki, həyatda əlçatmaz insanlar mövcuddur. Makkey nəsihəti. Fantaziyanın qanadları reallıqda uçmağa kömək edir. 25-ci fəsil. Fantaziya reallığı stimullaşdırır. Bir dəfə bir qadın Albert Einstein'dən soruşur ki, uşağı dahi kimi böyütmək üçün nə etmək lazımdır? O deyir ki, uşağa nağıl oxumaq lazımdır. Bəs sonra qadın soruşur. Sonra isə daha çox nağıl oxumaq lazımdır. Einstein cavab verir və əlavə edir ki, alim üçün ən əsas şey maraqlanmaq və təxəyyüldür. Təxəyyül təkcə alimlər üçün yox, həm də işini yeni və yaxşı üsullarla yerinə yetirmək istəyənlər üçün vacibdir. Məgər bunun kiməsə zərəri dəyib? Təxəyyül peşəkar satış nümayəndəsinin mühərriki üçün yanacaqdır. Öz ölkəsinin qəribə seyrbazı kitabının müəllifi Frank Baum çox canlı təxəyyülə malik idi. Kitabın süjeti və personajları bunu sübut edir. Amma bilirsinizmi ki, onun 55 romanında, 82 hekayəsində və 200 şeirində yeni ixtira olunmuş avadanlıqlardan, məsələn notebook, rəngi televizor, naqısı telefondan bəhs olunmuşdur. Amma bu cihazların ixtira olunduğu vaxtadək daha dəqiq desək, 1919-cu ildə həmin Baum artıq dünyasını dəyişmişdir. Təxəyyül bəşəriyyətə kömək etmişdir ki, o qaranlıq əsrlərdən keçərək sivilizasiyanın indiki mərhələsinə çatsın, Baum yazırdı. Təxəyyül bizə buxar mühərriki, telefon, danışan maşın və avtomobilləri ona görə bəxş etmişdir ki, onlar reallığa çevrilməzdən əvvəl insanlar onları arzu etmişlər. Ona görə də mən əminəm ki, arzular bizim dünyanı daha da inkişaf etdirirlər. Əgər uşaqda təxəyyül varsa, o böyüyəndə də bu keyfiyyətləri saxlayır və yaratmaq, ixtira etmək, sivilizasiyanı irəli aparmaq xüsusiyyətlərinə malik olur. Təxəyyül sizi elə müxtəlif yerlərə apara bilər ki, əvvəllər orada olmamısınız. Amma siz ondan uzun müddət istifadə etməsəniz, aşağıdakı üsullarla onu oyada bilərsiniz. Özünüzə sual verin, əgər biz təqdimatı yaxud bəzi diaqramların yerini dəyişsək nə olar? Təsəvvür edək ki, mən əsas rəqəmimin saytına daxil olmuşam və onun hansısa bir məhsulu yaxud xidməti çox xoşuma gəlmişdir. Oxşar şeyləri təşkil etsəm necə olar? Risk edin. Təsəvvür edin ki, konstruktor şöbəsində bir əməkdaş fasiləsiz olaraq ideyalar verdiyi üçün xoşunuza gəlir. Onu qəhvə içməyə dəvət edirsiniz və bunu necə bacardığını soruşursunuz. Yaxud da xarici sərmayədarların istədiyi tərzdə məhsul komponentlərinin keyfiyyətini artırmaq üçün yeni plan işləmə prosesinə onu cəlb edin. Bu sizdən öz texniki biliklərinizin genişləndirilməsini tələb edir. Hər bir şeylə maraqlanın. Səhərlər internetdə müxtəlif mənbələrdən işgüzar yeniliklər oxuyun.
Ən böyük müştərinizin danışdığı ekzotik milli mətbəxi olan restorana baş çəkin. Kollec professorunuzun sizə məsləhət gördüyü kitabı oxuyun. Hərbi əməliyyatlarda iştirak etmiş, yaxud da humanitar missiyaları yerinə yetirmiş şəxslərlə söhbət edin və bu situasiyaları təsəvvür edin. Gözlənilməz hadisələrə hazır olun. Hadisələrin sizin ssenari üzrə inkişaf etməyindən şikayətlənmək əvəzinə gözlənilməz nəticələrin hansı faydalar gətirə biləcəyini düşünün. Təqdimat hazırlamaqda gənc həmkarınıza etibar edin və onda öz məhsullarınızı gənc alıcılara necə təqdim etmək əvəzinə yeni ideyalarınız yaranacaqdır. Axı onlar üçün diqqətsizlik xarakterik xüsusiyyətdir. Heç bir təlimatdan istifadə etmədən model qurun. Konstruktor götürərək ondan necə istifadə edəcəyinizi müəyyənləşdirin. Plastin ilə təcrübələr apararaq ərzaq məhsullarının heykəllərini düzəldin. Ətrafa nəzər salın və müəyyən bir rəngdə olan daha çox əşyalar tapın. İməkləyərək dünyaya uşaq gözü ilə boylanın. Makiyyə nəsihəti, təxəyyül üçün yeganə qayda var. Sizin xəyalınızda canlandırdığınız hər şeyi düzəltmək olar.